Bir qardaşı kənardan namaz qılan gördüm, tez-tez qılırdı. Dedim ki, belə etmə. O mənə dedi ki, mən hər zikri bir dəfə edirəm. Belə etmək doğru olurmu? Möhtərəm qardaşlar, namaz qılarkən yaxşı olar ki, namazı hər bir ərkanını, hər bir əhkamını tam tuma'ninə şəklində, sükunətlə yerinə gətirmək. Necə ki, qardaşın da sual verdiyi kimi, görürsən insan namazı tezləşdirir. Səcdəyə gedir, Subhan Rabbiyəl A'la deyərək həmən qalxır. Yəni rahatlaşmır, sükunət tapmır. Ona görə bu məsələyə diqqət etməliyik. Allah Resulü sallallahu aleyhi və səlləm namazı pis qılan kişiyə dedi ki, o namazı qılmışdı, səcdə də etdi, rükû da etdi. Ona buyurdu ki, sən namazı qılmadın, yenidən qıl. Çünki o tələsir namazda. Ona görə bir dəfə edirəm deyərək namazı tezləşdirmək olmaz. Və bütün əhkamlarda, deyək ki, səcdəyə getdinsə, tam tuma'ninə tapmalısan, sükunət, rahatlıq tapmalısan, tam gözləməlisən səcdədə və ondan sonra Subhan Rabbiyəl A'la dedin və bir dəfə deyib qalxa bilərsən, namaz səhihdir. Ancaq əfzəl odur ki, 3 dəfə deyəsən. Hətta dualar da əlavə edə bilərsən, əgər tək qılırsansa, fürsətin varsa. Ancaq namaz qılarkən üzərimizə düşən odur ki, ən azı yəni Subhan Rabbiyəl A'la səcdədə 3 dəfə demək, rükuda olarkən Subhan Rabbiyəl Azim 3 dəfə demək. Və ən əsası da rükundur ki, əsasdır ki, onu düzgün şəkildə, yəni sükunət taparaq, orada rahatlıq taparaq, yəni səcdəyə gedən kimi qalxmamalısan. Ona görə namazına xələl gələ bilər, namazın batıl ola bilər, ona görə də buna diqqət etməliyik. Bəli.